Deməli gəldik 25-ci və ya 5-ci suala. Belə bir IP adres verib, verib, prefix verib, deyir ki, network adresi tap. Yəni 2 variantı var, yəni 2 variantı izah edəcəm. Birinci variantı bunu çeviririk binary-yə. Ümumiyyətlə ən birinci hospitlərin sayını tapırıq. 32-dən prefiksi çıxırıq hospitlərin sayını tapmaq üçün. Alınır 6. Bunu atdıq cibə, bu cibdədir. İndi birinci variantdan gedirik, sonra ikinci variantı izah edəcəm. Variant 1, nə edirik? Bunu belə yazdım qarşıda. 6 hospitlərimizin sayı 6-da. Bu IP-ni 192.168.1.130-u çeviririk binary. Binary-yə də necə çeviririk? Belə çeviririk. Amma orada təbii ki, siz risk olaraq hesablamazsınız. Olur belə bir şey. 6 demək sağdakı 6 bit deməkdir. Sağdakı 6 biti seçirik. 1, 2, 3, 4, 5, 6. Sağdakı 6 biti seçdik. Sağdakı 6 biti seçdik. Bura bizim oldu host partımız. Host partın bütün bitlərini sıfırlayırıq. Onsuz burada bir tane 1 budur, sıfırlayırıq. Yəni olur. Təzədən yazaq. Onsuz da kontrol V olmalıydı. Hə. Bütün bitləri sıfırlayanda bu biti sıfırlayırıq. Vəssalam. Oldu bu. Bunu təzədən ikiliyə çeviririk. İkili nədir? Onluğa çeviririk. Onluğa çevirəndə də nə olur? 192, 168, 1.128. Çünki niyə belə olur? Bunun onluq qarşılığı 128-də hesablaya bilərsiniz. Oldu bu. Network adresimiz budur. İndi gəlirik variant 2-yə. Bu variant məncə rahatdır. İkinci variantı etək yoxdur. Amma yenə illa ki, dirəşirsinizsə ki, ikiliyə keçməyin. İkinci variantı verirəm. 6 bit tapdınız. 6 bit nədir? Host bitlərin sayı 6-dır. Və 26, 24 ilə 32 arasında deyə 4-cü oktetə təsir eləyəcək. Host bitlərin sayı 6-dır deyə blok sayımız 2/6, yəni 64-dür. Yəni bir networkda 64 bit var. İndi sıfırdan başlayaraq yazırıq. 192, 168, 1, 0. Bunu kopyalasaq olmayacaq. Yazı ilə yazaq da biz. 192, 168, 1, 0, 192, 168, 1, 64. 64 artıra gedir. 192, 168, 1, 128. 192, 168, 1, 192. Gəldik bura. Belə bir şey alındı. İndi burada 130 hansı aralıqdadır? 130 bu ikisinin arasındadır da, düzdür? Demək ki, 130-un network adresi bu olacaq. Səbəbini deyim. 130-un olduğu küçə 128 ilə başlayır. 129, 130 bizim IP adresimiz. Belə gedir, 191-dən qutarır. Yəni növbəti networkun başlanğıcının bir əksi ilə qutarır. Bizdən network adresləri istəyir. Network adreslər bizim ilk networkdakı ilk IP adresimizdir. O da olur 128, yəni 192, 168, 1.128. İki variantda da cavab 192, 168, 1.128. Hansını istifadə edirsiniz özünüz bilirsiniz.